Çox sağ olun, xor. Salam əziz məhəbbət. Mən də hər birinizi Rəbb İsa Məsih ismi ilə salamlayıram. Bugünkü vaazımın adı belədir. Xilasa aparan yol. Bilirsiniz, bu günləri bir çox insanların düşüncəsində xilasa aparan yolun bir çox versiyaları var. Hərə xilas haqqında bir cür düşünür. Amma gəlin müqəddəs kitaba baxaq görək. Müqəddəs İncil kitabı bizə xilas haqqında hansı yolu göstərir? Bu yazılıb Yahya müjdəsi 14-cü fəsil 1-ci ayədən 6-cı ayəyə kimi İsa Məsihin dediyi sözləri oxuyuram. Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin. Mənə də iman edin. Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm. Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi öz yanıma götürəcəyəm ki, mənim olduğum yerdə siz də olasınız. Gedəcəyim yerə aparan yolu tanıyırsınız. Thomas İsa'ya dedi, Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik? İsa ona dedi, yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kim atanın yanına gələ bilməz. Amin. Bilirsiniz, əzizlərim, bir çox insanlar düşünürlər ki, onlar xilası öz əməlləri ilə malik ola bilərlər xilasa. Eləcə də İsa Məsih şagirdlərinə bu sözləri deyəndə, əbədi həyata aparan yol haqqında danışanda, şagirdlər də təlaşa düşürlər və hətta sual verir ki, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik? Bilirsiniz, mən xilas haqqında çox insanlarla söhbət eləmişəm və onların da fikrini öyrənmək istəmişəm. Hər kəs xilas haqqında bir fikir deyir. Məsələn, kimsə deyir ki, mən əməlimlə xilas ola bilərəm, yaxşılığımla xilas ola bilərəm, xeyirxahlığımla xilas ola bilərəm, mal heyvan alıb kəsib onu paylaya bilərəm, acıların qarnını doydura bilərəm və bu mənə Allahın huzurunda mərhəmət qazandırar və Allah da mənə cənnəti bəxş eləyər. Amma əziz bacılarım, qardaşlarım, amma müqəddəs kitab bizə deyir ki, xilas əməllərimizdən asılı deyil. Süleyman Peyğəmbər də öz məsəlində deyir ki, yol var ki, insanın qarşısında düz görsənir, amma sonu ölümdür. Yəni cəhənnəmdir. Bugün bir çox insanın düşüncəsində və ürəyində belə yollar var. Onlar düşünürlər ki, mən bu məqsədlə, bu fikirlə, bu yolla gedəcəm və xilas olub cənnətə düşəcəm. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, başlanğıcda Allah bizi öz bənzərində və özünə bənzər yaratdı ki, biz hər birimiz Allaha bənzəyək. Bilirsiniz nədə? Xeyirxahlıqda, yaxşılıqda, mərhəmətdə ona bənzəyək. Amma baxırıq ki, bugün bir çoxumuz düşüncəsi dəyişibdir. Əksinə biz Allaha bənzəməkdən Allahı başlamışıq özümüzə bənzətməyə. Bilirsiniz, Baytiya həmişə məsələlərində deyərdi ki, söhbət eləyəndə, oğru da oğurluğa getmək istəyəndə Allaha dua edir ki, ay Allah, mənə kömək elə, mən gedim kiminsə evin qarət eləyim, kiminsə malın yığım götürüm, gətirim, satım. Fikir verin, görün Allaha necə dua eləyir. Və eləcə də adam var ki, görürsən onun xətrinə dəyən kimi və başlayır qarğış eləməyə. Hətta biz tərəfdə belə bir qarğış var, rayon qarğışı. Deyir ki, sabaha salamat çıxmasın onu. Fikir ver qarğışa. Gör, Allah bizdən bunu istəyir. Biz başlayırıq qarğış eləməyə. Biz başlayırıq hakim olmağa, mühakimə eləməyə bir-birimizi. Amma Rəbb axı bizdən bu şeyləri istəmir. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, insan ürəyi elə getdikcə dəyişir ki, insan heç vaxt özünü görmür. O insanla yaxınlaşıb söhbət eləyəndə, o heç vaxt özü haqqında pis, mənfi fikirlər demir. Ancaq başlayır özünü tərifləməyə. Amma yeganə İsa Məsihdir ki, müqəddəs kitabda o insanı ifşa eləyir öz sözləri ilə. Gəlin baxaq 50-ci məzmurda görək Davud vasitəsilə Allah bizə hansı sözləri deyir. Deyir, bir oğru görəndə ona qoşulursan, zinakarlara yoldaş olursan, ağzını şər üçün açırsan, dilini fırıldaq üçün işə salırsan, oturub qardaşlarından gileylənirsən, ananın oğullarından qeybət eləyirsən,
sən belə edəndə mən dinməmişəm. Məgər məni özün kimi sanmısan? İndi isə səni tənbih edəcəyəm və əməllərini gözünün önünə düzəcəyəm. Rəbb deyir ki, oğru görəndə oğru olursan, zinakar görəndə zinakara qoşulursan, qeybət eləyirsən, ağzını şər üçün açırsan. Bax, məyər elə bilirsən ki, mən də sənin kimiyəm? Sən məni öz yoluna dəvət eləyə bilmərsən. Allah bizi yaradıb ki, biz onun istədiyi kimi yaşayaq. Bu şeylərdən uzaq olaq. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, insan öz daxilin ancaq Allahın kəlamını oxumaqla görə bilər ki, onun o hansı vəziyyətdədir. Bu ayələr də bütün ona görədir ki, biz oxuyaq və özümüzü görək. Çünki bir çoxumuz düşünürük ki, mənim fikrim düzgün fikirdir. Mənim yolum da düzgün fikirdir, düzgün yoldur. Amma Yeşaya Peyğəmbər vasitəsilə Rəbb deyir ki, sənin fikirlərin mənim fikirlərim deyil. Sənin yolların da mənim yollarım deyir. Bunu bizə Rəbb deyir. Rəbb ona görə bu ayələri deyir ki, biz Allahın yolu ilə gedək. Rəbb dediyi kimi yaşayaq. Bilirsiniz, müqəddəs kitabda bir hekayə var. Həvarilərin işləri 16-cı fəsildə yazılıb. Bir insan var idi. O insan Allahı axtarırdı və üzün tutub Rəbbə yalvarırdı ki, ay Allah, mənə xilas yolun ver. O xilas olmaq istəyirdi. O əbədi həyata düşmək istəyirdi. Mən də yaşamışam bunu. Mən də bir zamanlar başlamışam Allahı axtarmağa. Çünki istəmirdim cəhənnəmə düşmək. Və başladım Allahı axtarmağa. Elədəcə bu insan başlayır Allahı axtarmağa və bu baş verir Makedoniyada. Bu insan olur Makedoniyada və o diyarda müjdə yayan Rəbb iki balasına bir görüntü göstərir. Bu yazılıb Həvarilərin işləri 16-cı fəsil 9-cu ayədə. O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir insan onun qarşısında durub yalvarırdı. Makedoniyaya gəl və bizə kömək elə. Pavel bu görüntünü görən kimi dərhal başa düşür ki, Rəbb onları ora müjdə yaymağa çağırır. Və dərhal Makedoniyaya gəlirlər. Gəlirlər və başlayırlar şəhərdə gəzib Allahın kəlamını yaymağa. Və bir çox insanlar iman eləyirlər. Hətta başlayırlar onlar murdar ruhları qovmağa. Amma şəhər xalqı bunu görən kimi qıcıqlanırlar. Paulla Silanı tutub gətirib onları döyürlər. Və elə döyürlər ki, onları yaralayırlar bütün. Və aparıb atırlar zindana. Zindan bilirsiniz hardadır? Yerin altında olan türmədir. Türmə üstdə olur, zindan yerin altında. Və onları aparıb atırlar zindana, qaranlıq bir yerə. Hətta tapşırırlar ki, bunları bərk nəzarət altında saxlayın. Əllərin, qolların, ayaqların bağlayın ki, qaçmasınlar. Amma bilirsiniz onlar nə edirlər? Gecə yarısına yaxın Paul Sila başlayırlar dua eləməyə və ilahi oxuyurmağa. Digər məhbuslar da onlara qulaq asırdılar. Və birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə yerindən oynadı. Bir andaca bütün qapılar açıldı. Hamının zəncirləri töküldü. Amin. Əziz bacılarım, qardaşlarım, görür onlar nə edirdilər? Onlar bu vəziyyətdə, qaranlıqda, soyuqda, zülmətdə, ağrı, yara içində gileylənmədilər. Başladılar dua eləməyə. Başladılar ilahi oxumağa. Başladılar Allahı izzətləndirməyə. Eləcə də bu günləri bir çoxumuz ilahi oxumuruq. Bir çoxumuz da dua eləmirik. Buradayıq. Amma düşüncəmiz, ürəyimiz dünyadadır. Nə yeyəcəm? Nə içəcəm? Nə cür yaşayacam? Bu qayğılar bizi qoymur ki, Allahın huzuruna gələk. Ona yalvaraq, çünki hər şeyə çarə Rəbdədir. Fikir verin, onlar dua edirdilər. Qapılar açıldı. Onlar ilahi oxuyurdular. Əllərində olan zəncirlər töküldü. Əgər bu günləri iblis kimisə bağlayıbsa, Allaha yalvarın. Dua edin, ilahilər oxuyun. Qoşulun bizə, bir yerdə Allahı izzətləndirək. Rəbb mütləq xeyir dua verəcək. Bütün bağlı qapılar açılacaq. İşində, həyatında problemin varsa, Rəbb sənə xeyir dua verəcək. Hamısı düzələcək, narahat olma buna görə. Və bilirsiniz nə baş verdi? Bu hadisəni görən həmən mühafizəçi gəldi, Paulla Silanın qarşısında yerə yıxılaraq yalvardı və belə bir sual verir. Ağalar, xilas olmaq üçün mən neynəməliyəm? Çünki o gördü ki, heç vaxt baş verməyən, bəlkə də onun həyatında olan bir hadisə idi. Belə bir zəlzələnin olması, qapıların açılması, dustaqların əlindən zəncirin tökülməsi bu olan bir şey deyildi.
Və o insan başa düşdü ki, bunu edən Rəbb Allahdır. Və ona görə sual verir, mən xilas olmaq üçün nə etməliyəm? Pavel ona demədi, get xeyirxahlıq elə, get yaxşılıq elə, get gəlirindən kiməsə payla. Pavel ona qayıtdı, dedi ki, Rəbb İsa Məsihə iman et. İsa'ya iman et. Bax, onda xilas olacaqsan. O insan iman elədi İsa'ya. Yazılıb ki, Həvari Pavel hətta o insana deyir ki, sən iman et, sənin ailə üzvlərində xilas olacaqdır. Və elə də olur. Yazılıb ki, onun ailəsi də iman elədi. Həmən günü vəftiz oldular hətta və xilas oldular. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, bu xilas bizə elə-belə yerə gəlmədi. Bu xilas bizim əməlimizə görə gəlmədi. Bu xilas Allahın bizə olan məhəbbətinə görə gəldi. Necə ki, bu ayədə yazılıb. Allah dünyanı, yəni bizi elə sevdi ki, öz vahid oğlun qurban verdi. Bunu ona görə etdi ki, ona iman edən bizlər həlak olmayaq, əbədi həyata malik olaq. Allah bunu bizə hədiyyə verdi. Bu xilas hədiyyədir. Bunun qarşılığında biz Allaha heç bir şey verə bilmərik. Axı Allah bizə görə oğlun qurban verib. Bunun qarşılığında ona nə verə bilərik ki, əbədi həyata malik olaq? Yəni mümkün deyil, əməllərimizdən asılı deyil. Ona görə Pavel başa salır. Aydın elə ki, İsa'ya iman elə. Xilaskar odur, bizə görə qurban gedən odur. Allah vahid oğlunu bizə görə qurban verdi ki, bizim hər birimiz ona iman edək və əbədi yaşayaq. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, bu yaxında biz bir yerdə oturmuşduq, elə yoldaşım Tahirə də bir yerdəydik və mən bir insana, mənə qohum adamdı və yarı zarafat, yarı gerçək ona belə bir söz dedim. Baxdım, oturub, rəngi də biraz ağarıb belə. Dedim ki, zarafata dedim ona, dedim, rəngin ağarıb, deyəsən, sən də hazırlaşırsan ora getməyə. Bilirsən, bu insanda, bu yaxında anasını da itirmişdi. Və mən bu sözü deyəndən sonra bunun rəngi baxdım ki, ağappaq oldu. Daha da ağardı, inan. Həqiqi gördüm ki, çox pis oldu. Özüm də pis oldum ki, niyə bu sözü dedim. Amma bilirsiniz nə başa düşdüm? Mən başa düşdüm ki, bu insan qorxdu. O sözdən qorxdu. O çünki bilmirdi ki, hara gedəcək. Hara düşəcəyin bilmirdi. Yolu tanımırdı. Necə ki, Thomas deyir ki, ya Rəbb, hara gedəcəyini bilmirik. Yolu necə tanıya bilərik? Eləcə də o insan da, bu gün də bir çoxumuz bilmirik o yolu. Amma Rəbb bizə o yolu göstərir. Yol, həqiqət və həyat mənəm deyir. Narahat olma. Hətta bizə söz verir Rəbb. Deyir ki, bax, mən gedirəm, yenə gələcəm və sizi aparacam öz yanıma. Rəbb bizə yol açdı. Başqa xilas yolu yoxdur. Yoxdur ki, o yolun ardınca gedə. Başqa heç kimdə xilas yoxdur. Hətta Peter 4-cü fəsildə Peter məbəddə vəz eləyəndə bu ayəni deyir. Deyir ki, səma altında olan biz insanlara verilən başqa bir ad yoxdur ki, o ad vasitəsilə xilas olaq. İsa adından başqa. Başqa ad yoxdur ki, biz gedək o ada inanaq və xilas olaq. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, cəhənnəm, İsa'ya iman etməyənlər birbaşa cəhənnəmə gedirlər. Mən cəhənnəm haqqında bir neçə kəlmə söz demək istəyirəm. Bu yaxında baxdım ki, 2 nəfər söhbət eləyir və biri o birisinə qayıdıb deyir ki, kiminsə haqqında danışırlar. Filan kəs qurtla qiyamətə qalacaq. Bu söz mənə təsir elədi. Və yadıma düşdü, müqəddəs kitabdan bir yer yadıma düşdü. Mark 9-cu fəsil 48-ci ayədə İsa Məsih bu sözləri deyir. Deyir, oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür. Mən o insana bu ayəni göstərdim, dedim, bunun mənası bilirsən nə deməkdir bu sözün? Dedi, yox. Dedim, qurdla qiyamətə qalmaq bax budur. İnsan cəhənnəmə düşür. Qurdla üzbəüz qalır və o qurd onu yeyir. Ona əzab verir. Amma o qurd heç vaxt ölmür. Sonra İsa Məsih deyir ki, orada alov var. O alov yanır, heç vaxt sönmür. İnsanlar orada istirab çəkirlər, əzab çəkirlər. Amma İsa Məsih bizə əminlik verib. Mənə iman et. Sən bu şeylərdən xilas olacaqsan. Sənə əbədi həyat verəcəyəm. Amin. Elə də var, bizim əminliyimiz var bu yolda. Heç bir yolda bu əminlik yoxdur. Bunu bizə İsa Məsih verib.
Rəbbə şükür olsun. Çünki o yoldur. Çünki o həqiqətdir. Çünki o həyatdır. Bu gün İsa Məsihə iman edin. Çünki o bizə məhəbbətindən bunu elədi. Məhəbbətinə görə verdi. Qardaşım da elə bu gün məndən sonra İsa Məsihin ilahi məhəbbətindən, Allahın bizə olan səxavətindən, mərhəmətindən danışacaq. Qoy Rəbb sizə xeyir dua versin bu işdə. Qoy Rəbb hər zaman kömək olsun ki, onun yolu ilə gedək. Onun yolundan nə sola, nə də sağa dönək. Amin.